2026-2030-cu illəri əhatə edən dövlət proqramında ölkə üzrə 300 min hektar sahənin müasir suvarma şəbəkəsi ilə təmin olunması əsas prioritetlərdən biri kimi qarşıya qoyulub. Muxtar Respublikada da kənd təsərrüfatının inkişafı ilə bağlı diqqət yetirilən metodlardan biri də əkin sahələrinə müasir suvarma sistemlərinin, xüsusilə damcı və çiləmə üsulunun, eləcə də qapalı suvarma sistemlərinin tətbiq olunmasıdır. Hal-hazırda Muxtar Respublikamızda kənd təsərrüfat bitkiləri əkilən əkin sahələrinin 6000 hektardan yuxarı hissəsində qapalı suvarma sistemləri tətbiq olunmuşdur ki, həmin sistemlər vasitəsilə su birbaşa sahələrə yönləndirir. Bu da su itkisinin xeyli qarşısını alır. Əlavə olaraq bunu da qeyd etmək istəyirəm ki, Muxtar Respublika üzrə 12-14% civarında müasir suvarma sistemlərindən olan çiləmə, damcı üsulları tətbiq olunur ki, bu da həm suya qənaət olunmasında, torpaqların degradasiya uğramasının qarşısının alınmasında və ümumiyyətlə suya qənaət edilməsində, məhsulların yüksəldilməsində çox böyük mühüm rol oynayır. Bu üsulları tətbiq edərkən biz gördük ki, həm işçiliyə çox ciddi qənaətdir, həm zamana qənaətdir, həm də kartofun suvarılma sistemində 70% suya qənaət var. Ağaçların, bağların suvarma sistemində yenə də 70%-dən yuxarı suya qənaət var. Eləcə də alaq otlarına qarşı mübarizədə, bir sıra xəstəlik və zərərvericilərlə mübarizədə yenə də yağış yağdırma və damlama suvarma sistemindən tətbiq edərək daha sağlam kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə biz nail olduq. Kənd Təsərrüfatı Nazirliyinin bildirilir ki, müasir suvarma sistemlərinin tətbiqi ilə yanaşı, infrastruktur sahələrinin yenilənməsi, yeni layihələrin hazırlanması, subarteziyan quyularının yenilərinin qazılması, həmçinin təsərrüfat daxili arxların və kanalların yenidən qurulması ilə bağlı işlər də davam etdirilir. Əgər kanallarda, axlarda izafi gedən suların miqdarı artıq olursa, bu 30-60% su itkisinə səbəb olur ki, bu da hal-hazırda təsərrüfat sularına olan ehtiyacın böyük olan bir dövrdə su itkisinin artmasına səbəb olur. Və bunların qarşısının alınması üçün hal-hazırda hər ay monitorinqlər təşkil olunur aidiyyatı qurumlarla. Kanalların lildən təmizlənməsi, bərpa olunması və gələcəkdə təsərrüfat daxili axların tam şəkildə suları keçirməsi üçün təmir olunması ilə bağlı layihələr hazırlanır, monitorinqlər aparılır. Qeyd edək ki, kənd təsərrüfatı bitkilərinin becərilməsində, rəqabət qabiliyyətli məhsul istehsalında və əhalinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsində bu sistemlərin tətbiqi məhsuldarlığın yüksəlməsində əsas rol oynayır. Xosrov İbrahimov, Cavad Hüseynov, NTV Xəbər.